Ramiz Mehdiyevin həbsi Azərbaycanın siyasi seqmentində tektonik zonaların yerindən oynayacağının xəbərçisidir. 1994-cü ildən 2019-cu ilə qədər əsrin 1/4 olan 25 il ərzində daxili siyasətin və idarəetmənin əsas fiquru rolunda çıxış edən və kifayət qədər güclü təsir mexanizmlərinə malik olan Mehdiyevi təsadüfən boz kardinal adlandırmırdılar. Bu barədə siyasi şərhçi Asif Nərimanlı bildirib. Onun sözlərinə görə, belə bir fiqurun həbs edilməsi dövlətə xəyanət, dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllərə görə ittiham olunmasının dəqiq detalları istintaqın yekununda aydınlaşacaq. Lakin ictimai maraq açıq qalan sualların cavab axtarışını zəruri edir. Mehdiyev niyə indi həbs olundu? Bu həbs nədən xəbər verir? Daha kimlər həbs oluna bilər? Bu həbs ilk baxışda Mehdiyevin neytrallaşdırılması kimi görünür. Hərçənd boz kardinal 6 il öncə siyasi hakimiyyətə vida edib, məsələ onun hələ də qalan təsir mexanizmlərinin sıradan çıxması olsaydı, daha öncə baş verə bilərdi. Bu halda bir versiya önə çıxır. Mehdiyevin dövlətə xəyanət və hakimiyyətin ələ keçirilməsi istiqamətində fəaliyyət aşkarlanıb. Onun dövlət hakimiyyətinə təhdid yaratmaq imkanları mövcud idi. Siyasi hakimiyyətdə təmsil olunduğu dövrdə geniş şəbəkə formalaşdırmışdı. Hətta dövlətin mühüm strukturlarına təsir imkanlarının olduğu haqqda məlumatlar vardı. Açıq mənbələrdə yayılan digər məlumatlara görə, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olduğu dövrdə elm ocağını komandasının koordinasiya mərkəzinə çeviribmiş və onun postundan getdikdən sonra hakimiyyəti ələ keçirmək cəhdlərinin olacağına dair gözlənti həmişə mövcud olub. Nərimanlının fikrinə görə, Mehdiyevin dövlətə qarşı ələ keçirmə əməlinə indi cəhd etməsinin arxasında iki mühüm versiya var. Birincisi, köhnə qvardiyanın mövqelərinə ciddi təhdidin yaranması ola bilər. Mehdiyev postundan getsə də, onun və rəhbərlik etdiyi şəbəkənin həm hakimiyyətə, həm də biznes sektorunda mövqeləri hələ də qalmışdı. İstisna deyil ki, mövqelərinin tamamilə sıradan çıxması risklərinə qarşı hərəkətə keçiblər. İkincisi, geosiyasi mübarizənin regiona təsiri, dəyişən şərtlər və bunun Azərbaycan daxilinə sirayəti ola bilər deyə Nərimanlı qeyd edib.